Son zamanlar ruqiyyətçilər çoxalıb. Sosial şəbəkələrdə müxtəlif videolar hazırlayırlar, aşırı belə çıxışlar edirlər. Qablarda yağlar, sular və s. kimi məhlullar reklam edirlər ki, bunlara Quran oxunub, dualar oxunub və s. kimi reklamlar və çıxışlar edirlər. Bu cür dəvətin sünnəyə uyğunluğu varmı belə? Əvvəla bunu qeyd edim ki, bu dəvət deyil. Yəni, bunun dəvətlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, ruqyə eləmək, əgər şəriətə uyğun edirsə, sözsüz ki, burada bir problem yoxdur. Lakin, bunu bir növ ticarətə çevirmək, reklam eləmək və xüsusən də, yəni o dediyim kimi, müəyyən məhsullara buna ruqyə olunub və s. su, yağ və s. bu kimi şeyləri satmaq. Yəni, ümumiyyətlə, mən bəzi alimlər bunu qadağan edir. Məsələn, Şeyx Quneymən, Abdullah Quneymən sual verirlər. Deyir ki, sən hardan bilirsən ki, o fayda verəcək? Yəni, ruqyə fayda verə də bilər, verməyə də bilər. Yəni, sən fayda verəcəyindən əmin olmadığın bir şeyi niyə satırsan? Xüsusən də onu çox baha qiymətə satmaq və s. Amma lakin bəzi alimlər var, məsələn, icazə verirlər, bunu ruqyədən sayırlar. Lakin bunun dəvətlə heç bir əlaqəsi yoxdur. Əksinə, yəni biz görmüşük ki, bu işdə yəni, səriştəsi olmayan və s. insanlar əksinə dəvətə xələl gətirdilər. Yəni onların həbs olunması və s. Xüsusən də bu yaxınlarda, məsələn, biraz əvvəl müəyyən bir insan öldü onların səbəbindən. Bilmək olmaz, xəstə idi, həqiqətən öldü, yoxsa bunlar nəsə elədi. Yəni Allah bilir, hər bir halda bu əksinə xələl gətirdi dəvətə. Ona görə bunu dəvətlə əlaqələndirmək düzgün deyil, bu dəvət deyil. Və bunu xüsusi bir qazanc yoluna çevirmək də sözsüz ki, bəyənilmir. Və ona görə də yəni, düzdür, şəriətə uyğun ruqyə, əgər ehtiyac varsa, bu demək icazəlidir. Lakin qeyd elədiyim kimi, yəni bunun dəvətlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, müəllim, bu ruqiyyədə, ruqiyyənin əsli dinimizdə var. Var, bəli, şəriətə uyğun. Bu ruqiyyədə naməhrəm kişi, naməhrəm qadını belə ruqiyyə eləyə bilərmi? Toxunmadan, əgər qadın, məsələn, tam örtünübsə və s. yəni, oxuya bilər, yəni sözsüz ki, oxuya bilər ona. Quran ayələri və s. ruqyə oxuya bilər. Amma qeyd edəyim kimi, toxunmadan və açıq olmadan, açılmadan, yəni qadın açıq olmadan, yəni bu halda eləmək olar. Belə bir nüanslar var bu ruqiyyədə ki, sağ əlini başına qoyub, belə Quran oxumaqda. Naməhrəm kişi. Belə naməhrəmə bu caizdir. Yox, naməhrəmə toxunmaq ümumiyyətlə düzgün deyil. Bəzən onu zərurət sayırlar. Bilmirəm, yəni alimlərdən bunu zərurət görən varmı, amma hər bir halda toxunmaq düzgün deyil naməhrəmə. Hətta paltar birbaşa olmasa belə, yenə də düzgün deyil. Mütləq də yanında bir məhrəm olmalıdır. Sözsüz ki, demək ki, təklikdə qalmaq, yəni xəlvətdə olmamalıdır. Xəlvət nə vaxt sayılır? Yəni kişi, naməhrəm kişinin qadın otaqda təkdirlər. Mütləq qadının ya məhrəmi, ya bir kəs əsas onun yaxınlarından olmalıdır. Çünki birdən özündən gedər, üstü açılar, yıxılar və s. Yəni belə şey olsa ona demək yardım etsin. Yəni tək olmaz.